Hər kəsə salam dostlar, necəsiz? Bugün gəlmişəm Ofelia'mın yanına. Məni Instagramdan tanıyanlar bilir ki, YouTube'da təzəyəm, amma Instagramda məni tanıyanlar bilir ki, bu qız mənim artıq illərdir ki, kosmetoloqumdur. Yəni ondan başqası mənim üçün yoxdur. Əvvəldə olmuyubdu. Mən xəyanəti sevmirəm, ona görə kosmetoloquma da heç vaxt xəyanət etmərəm, heç ona ehtiyac da yoxdur. Maşallah olsun. Bax, üzümdə nə prosedur varsa, hamısı Ofelia'ya aiddir. İstər dodaq olsun, istər botoks olsun, İstər bu gözəllik prosedurlar 5 nöqtədir, kök hücre hamısını Ofelia eləyib. Görən hamı da soruşur. Pərvinin özünün gözünün altı bilirsiniz. Əvvəllər daha doğrusu izləyicilərim bilir. Instagram izləyicilərim ki, gözünün altı Pərvinin Karisi bilirsiniz çıxa bilmir. Çökəkdə yəni çuxur necə olur? Bax çuxur var idi gözünün altında. Biraz sümüyü Ofelia həll elədi. Pərvinin alnı zoğ-zoğ idi, xət-xət idi. Çox pis qırışlar var idi ki, onu botoks belə qurtarmırdı da. Yəni kim də elətdirirdisə, bir ay keçirdi, o izlər yenidən bura düşürdü. Maşallah olsun. Ofelia ona bircə dəfə botoks elədi. O izlər geri qayıtmır. Heç bir halda gözünün kənarındakı izə heç nə geri qayıtmır. Boğazında 7-8 dənə halqası vardı. Hamısını əridibdi. Bircə dənə bu qalıbdı. Bu da çox sərt idi. Üzərinə biraz geç düşdü Pərvin. Yəni çox kosmetologlar onu bilərlər gedən qızlar. Bir botoksa çox gedəndə onu tutma ehtimalı azalır. Amma yeganə olaraq Ofelia'lar azaltmır. Yəni onu mən %100 garanti verirəm. Əgər kosmetoloji olaraq hər hansı bir prosedur etdirəcəksinizsə, mütləq və mütləq Ofelia'nın yanına gəlin. Rayonda yaşayanlar da, valla Bakıya gəlirsiniz də, hamınız ayda bir dəfə də olsa Bakıya gəlirsiniz, Ofelia'nın yanına gəlin. Amma öncədən yazılın gəlin. Yəni kosmetolog elə bir şey ki, qızlar üzümüzdür, üzümüzü əmanət edirik. Görürsünüz də, bütün gün kəşfiyyatda qarşımıza çıxır ki, insanları nə hallara salırlar. Bir dənə balaca bir səhvin ucbatından nə hallara salırlar. Mən Ofelia'ya başımla cavab deyəm, garanti verirəm ki, elə bir hal ola bilməz ki, gələsiz narazı qalasız. Yəni o ola bilməzdə garantisini verirəm. Əgər bir problem olsa mən burada, siz burada. Gəlin deyin ki, bəs nə oldu təriflərim. Bugünə qədər kim gəlibsə yanına mənə təşəkkür edibdir. Bilirəm ki, siz də təşəkkür eləyəcəksiniz. Artıq bir ildən artıq da gəlmirdim, çünki ehtiyacım yox idi. Maşallah olsun, o qədər əli həm yüngüldür, həm də o qədər keyfiyyətli preparatlarla işləyir ki, bir dəfə eləyir, yəni bir il nədir? İstəsəm elə indən belə bir ildə gəlməyə bilərdim. Sadəcə artıq yaya doğru gedirdi. Dedim, qoy biraz fresh olaq da, fresh olaq biraz. İndi pərişdən başladı, sonra keçəcəyik mənə. Əvvəl sonranı göstərəcəm qızlar, amma yəni sonra halımız tam nəticə deyil də. Çünki şiş olacaq, müəyyən nahiyələr şiş olacaq. İnşallah bir 10 gün sonra da tam bölüşəcəm. Özünüz görəcəksiniz ki, necə fresh bir görüntü alınıbdır. Qızlar, dodağı elədi, alta heç nə eləmədi. Bircə damcı üstə elədi. Yəni qaldırdı. Ofelia öz elib deyə bilir də nəyi eləmək lazımdır. Bircə damcı çox azacıq elədi. Görün necə gözəldir. Tam onda 3 vurdum bantiklərə. Çox az vurdu. Elə mənə də çox az vuracaq. Yəni abartmadan, süni görüntü vermədən ən ideal nədir? İndi 5 nöqtə eləyir. 5 nöqtədə deyir, dərvə elə bir işıltı verəcək ki, sən çıxanda günəşə ehtiyac qalmayacaq kimisindən. Bəli, həm də ki, dəri tonu falan hər bir şeyin bərabərləşdirəcək. Məndə vardı problem. Bəli. Bu özdəki ən qəşənglərindən. Üzü də qəşəng yuxarı toparlayır bu arada. Yəni bu qızı öldürsən heç kimin əlinin altına yatmaz da. Aman kosmetolog edim. Yəni çox yaxınmışım da. Getdim. Ofelia'da bilirsiniz nəyə xoşlayıram qızlar? Dodaq əriyəndən sonra əyilmir, torbalanmır. Ən önəmli nüans. Gəlin də bu dözəm postudadır. Bilirsiniz, dodaq elədiniz. Bəli, indi botoks proseduru edirik. Baxın, qaşlarını istəyir ki, baxın belə olsun. Bu tərzdə. Ona görə mənim xüsusi Mən axırıncı və qaşımı necə elibsəm soruşurdu ki, qaş qaldırım əməliyyatım. Yox. xüsusi texnikamızla onu eləyəcək. Ofelia xanım eli bu əməliyyatı necə Ona mən texnikanı çəkmək istəmirəm. Bir də qalxan qaş var, o düşmür. Bəli. Yəni düşmür də, nə qədər düşsə də əvvəlki vəziyyətinə qayıtmır. Yəni bir sözlə ceyran göz kimi də, yəni bu oranı qaldırır. Ona görə qızların bu texnikanı çəkmirik. Bu Ofelia'ya aid olan bir şeydir.
Bəli qızlar, mənim işim bitdi, durdum. Baxın, dodağıma azacıq, çox azacıq toxunuş etdi. Hələ şişdir, bu şiş halıdır. Şişi çəkiləndə lap qəşəng təbii qalacaq. Botoksumu etdi Ofeliya. Baxın, bir də belə göstərim. Görürsünüz, 15 gün sonra tam oturacaq botoksum. Bir də üzümə qəşəng baxım etdi. Hansı ki, dərimi nəmləndirəcək, işıltı verəcək. Dərim işıl-işıl olacaq. Yəni 15 gün sonra bütün prosedurlarım tam oturacaq. Amma yəni indi olunmuş halı, şiş halı ilə belə görürsünüz fərqi necə qəşəngdir. Yəni həmən dəqiqə üzüm parıldadı, dərimin rəngi açıldı. Bu qız həqiqətən də işini bilir. İndi pərşin botoksu olunur. Ondan sonra da Həyədən keyfiyyətli məhsulların işləyir. Orası ən keyfiyyətli, ən lüks məhsullar. Məhsullar sportdur bu arada bu. Ən lüks məhsullar gözünüzün qabağında açır, gözünüzün qabağında vurur. Yəni heç nəyi gizlətmir də. Kosmetologlar görmüşəm, şkafın altında çəkir, gətirir, elə vurur. Soruşanda da öz üçün görmüşəm yəni elələrində. Ofelia'da hər şey baxın, yəni göz önündədir. Hər şey canlı-canlı, real olmuş. Əli də o qədər yüngül ki, heç nə hiss eləmirsiniz vallahi. Oradan gəldik qızlar. Ofşun yanına gəldik. Deməli, yol üstü sağ olsun. Kərim araya salıbmalıdır. Məryəmə girib qəşəng kitab aldıq. Balama kitab aldıq. Oralarını çəkə bilmədim. Çünki Kərim hara girirsə ancaq alış-veriş eləmək istəyir. Məryəm elə deyil qızlar. Məryəm məsələn bir şey istəyir, uşaq vaxt elə idi. Deyəndə ki, qızım bunu olmaz, o saat məni başa düşür. Amma Kərim bu dəqiqə başa düşən vaxtında deyil. Ona görə oranı çəkə bilmir. Ama bir dənə gələm. Yaxşı ömür günüm. Gələn kimi də bunlar havanın istisinə, soyuğuna baxmır qızlar. Ən qalın pijamasını geyinib, attan jaket geyinib, kalkutka geyinib, üstdən ən qalın tutusun geyinib, əlcəyin belə götürüb sanki qışın ən mərkəz çağındayıq. Sanki hava onu tələb eləyir. Kərim, elə durma oğlum, başın dəyər. Hələ bir mədəmə şərb də baxmam. Görə qorxum. Hələ nənələrimiz kimi, yaşlı nənələrimiz kimi qəşəng qutqanın altından bir şərfi də qəşəng doluyub mədəsinə, qarnına. Kərim də ki, heç də ev geyiminin üstündən sport geyimi geyinib, sportun da üstündən qalın qutqasını geyinib, şarpını taxıb, papağını. Elə durma Kərim, yıxılarsan. Qoy özümüzü də çəkeyim. Hal-hazırda qızlar, üzüm, dodağım şiş ola bilər, üzümüz şiş ola bilər. Çəkim özümüzü də. Amma inanın ki, 15 gündən sonra o qədər qəşəng olacaq ki, yəni fərişdə çəkim. Fərişdə 5 nöqtə olundu, botoks olundu və çox azacıq üst dodağına korreksiya olundu. Məndə isə yenə üst dodağıma, alt dodağıma bir damcı korreksiya olundu. Üzümə baxım olundu. Baxımın adı yadımdan çıxdı. Mənim dərim həddindən artıq qurudu. Yəni zobla əlaqədar. Yəni dərim quruyur, çatlayır. Baxım olundu ki, həm dəri tonum bərabər olacaq, həm işıltı gələcək üzümə, həm də dərim nəmlənəcək. Botoksum olundu. Belə, inşallah 15 gündən sonra botoksu da görəcəksiniz. Əvvəlini çəkmişəm, sonrasını da görəcəksiniz. Mən Ofelia'nın yanına botoksa gedəndən hamı elə bilir ki, qaş qaldırma əməliyyat eləmişəm. Amma halbuki heç nə etməmişəm. Ofelia'nın prosedurunun sayəsindədir. Pərvində də ki, dərin xəttlər var idi, orada sizə dedim, alnında. O xəttlər yoxdur, yəni yoxa çıxıbdır. Botoksun vaxtı getsə belə, xəttlər geri qayıtmır. Yəni, həqiqətən də qızlar, əgər yaxşı bir kosmetolog axtarırsınızsa, lap rayonda belə yaşayansınızsa, bundan öncə kosmetologa da gedib Pərvin, yəni kosmetolog yanında olubdur, amma mən həməşə deyirdim ki, Pərvin, heç deyirdim, bunun əl işi mənim ürəyimcə deyil, çünki vururdu 3 ay keçən kimi, Pərvinin gözü düşürdü aşağı, olurdu smile kimi, belə aşağı gözlər olur. Xəttlərim çox dərinləşirdi. Eyni o aşağı göz formasını alırdı Pərvində. Çox qəribə qalırdı. Cavan qız idi. Üzünün vidini itirmişdi. Yəni botoksuz bu qız gəzə bilməzdi. Amma indi botoksu, yəni il yarımda botoks bilirsiniz ki, 6 aydan sonra çəkilir, gedir. Yəni qalmır. Botoksun uzun bir müddəti olmur. Məryəm, sən də ehtiyatlı ol qızım. Botoksun uzun bir müddəti olmur. 6 ay müddəti olur cəmsi. 6 aydan sonra bitir, gedir. Amma il yarım idi ki, biz Ofelia'nın yanına getmirdik. Pərvində nə xət geri qayıtmışdı, nə üz düşmüşdü, nə göz düşmüşdü. Sadəcə olaraq xəttlər dərinləşməsin deyə biz botoksumuzu yəni yenilədik, korreksiya etdik. Belə. İndi qoy görək evə çıxandan sonra nə edəcəyik? Hamının evdə namaz qıldığını görən uşağın psixologiyası. Asfalt üstündə. Uşağım çöldə də namaz qılır, səcdiyə gedir. Mən də elə bir yerdən şeydə yerlənmişdim.
Evdə babadan tutmuş nəniyə qədər hamı namaz qılanda belə olur. Təki belə şeylər görsün, götürsün uşaqlarımız bizdən valla. 3 yaşında uşaqdır, səcdiyə gedir. Bunu bilirsiniz niyə belə eləyir qızlar? Babasından öyrənib ki, babası hara gedirsə getsin. Yolda Namaz vaxtı gəlirsə maşını saxlayırıq. Yolda da olsa düşür hamı namazını qılır. Ona görə də uşaq ondan öyrənir. Axşam üstü də hava qarışır, bilir ki, birazdan gecə əzanı çəkiləcək, namazını qılır. Allah qəbul eləsin mama qurban. Sağollaşır. Herkes sağ olun. Sən də deyək Kərim, denən kanalımıza abunə olun. Kanalımıza abone olmayı unutmayın. O yüzden pıltı. Aha. Demede doy. Göstərməyim da, tanırsan. Yaş qızlara maçı göndər, qızlara maçı göndər, bağlayayım kameranı. Maçı göndər. Maçı göndər, bağlayayım. Sən o qızaran yanaqlarını yiyeyim. Bunu vakta koy. Hemin de vakta koy. Videomuzu beğenmeyi unutmayın. Bay bay. Hemin de vakta koy. Yok. Ana. Bugün yerde de çekersin. Yaxşı. Kızlar gelip istisniniz varmış. Açlar. Ben buzum kelimesi. Hadi. Kisem de fazla böyle hadi. Kisem de fazla böyle hadi. Tıka 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 hadi. Tıka 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 hadi. Kisem de fazla böyle hadi. Kisem de fazla hadi. Kimsen sefer de hadi. Keçen sefer olan etme değil. Oğlum ya bırak kaç etme değil. O keçen sefer nerede? Parka böyle. Sen Geçen sefer ne olan gitmedi. Bunu da yok okudum zaten. Zakka yok. O zile qalxır, o qaçır. Haydi qalx. Bak. Hadi kesmedi. Hayattaki olan tempimiz bizim. Kaçkarak kaçka ecmet. Aha keçi. Neyse kızlar, bir dəfə Kərimin konsertində pulsuzluq astırdım. Gələn dəfə biletlər kullandım. Hadi çıkar. Necmə deyil konsertinə qoşulmaq üçün biletin biri 1 manat 50 köpük. Az ben falan pahalı bir motor yükledim. Yox, çünki 5 dəqiqə eyni şeydir. Ona görə hələ uyğun qiymətə müştəri yığılır. Biletin pulunu qaldıra bilərik, çünki nağaralarımız inkişaf elədi. Nağaralarımız düzəldi. Vlogumuza qızlar sushi yeməklə davam edirik. Sushi sifariş etmişik. Biz belə deyim, bu reklamlarda göstərilir qızlar 100 dənəsinə 20 manata, 100 dənəsi 10 manata. O sushilərdən 1-2 dəfə aldanmışıq, sifariş etmişik. Yəni bərbad bir şey olub da. Pişməmiş düyü yemişik, iğrənc bir şey yemişik. Ona görə artıq elə yerlərdən, bəli, artıq elə yerlərdən sifariş etmirik. Yəni normal səviyyəli yerlərdən sifariş edirik sushini. Bu sifariş etdiyimiz yerdə həqiqətən çox yaxşı hazırlayır. Belə soyuq rollardan başlayaq Pəriş. Başlayaq. Ama onu yedim geçelim. Əslində başlamışıq. Kərim başladıq, bizim məcbur başladıq. Güclə uzandırmışıq ora. Kərimdə belə bir xasiyyət var qızlar. Gələn kimi başlayıb bunların hamısından bir-bir hamıya yedirtməyə. Məryəm yatıb, Məryəmə atlatmışıq. Kərimi atlata bilmədik də. Bağımdan bunu çox bəyəndim bacım. Gidin baxaq.
Mama vermişəm bunu. Hə, vermişəm. Mama üstü yaşlı olandan ye, elə qəşəngdir. Avokado. Hə, çox qəşəng ye. Qızlar üstü avokadoludur bunun. Üzümüz başqa şiş ola bilər. Normaldan. Prosedurdan yeni çıxmışıq. Çox tatlıdır. Mən bunu da çox sevirəm. Qızıl balıqlıdır, hə? Səhv eləmirəmsə. Qızarmışların porsiyası balaca idi. Amma bunların qəşəng porsiyası. Allah. Əllərinə sağ həqiqətə Xeyli dedim. vaxtdır ki, belə dadlı. Acı bir şeyim çox. O nədir orada? Hansı? O bişmişdi, hə? Ofeliyan proseduru haqqında da danışmaq istəyirəm qızlar. Üzümüzün indi belə şiş olduğuna baxmayın. Bir çox öncədən danışmağı sevən xanımlar var ki, bilirəm götürüb yorumlarda yazacaqlar ki, üzünüz gözünüz şişdir, gözəl idiniz, elə idiniz pozmadan. Ofeliyanın orada da toxunuşları vardı. Hansı ki artıq burada YouTube'da biz yeniyik, amma Instagramda hamı bilir ki, mən 4-5 ildir ki, ancaq yəni üzümü Ofeliya birdən mənə sual verirsin Lola xanım. Düzdür, mən gündəlik baxım da eləyirəm. Mən də Pərvində. Gündəlik yəni rutin baxımlar edirik, o sözsüz. Onu hər bir xanım eləməlidir. Onu hər bir xanım eləməlidir. Onu eləməsəz, istəyirsiniz üzünüzə 1000 manatlıq belə deyim, maya qoyun, xeyri yoxdur da, yəni alınmayacaq. O olmayacaq üzümüz. Amma rutin baxımlarını edirsinizsə, adi balaca bir 5 nöqtə prosedurundan da üzünüz alışıb yanacaq. O sözüm onda deyil. Ona görə artıq 5 ildir ki, Ofeliya dayanmadan mənim üzümə baxımlar. 5 nöqtə eləmişəm. 3 seans kök hüceyrə eləmişəm. Sonra 7 nöqtə eləmişəm Pərvin. Yox. 7 nöqtə eləmişəm. Paris şolası eləmişəm. Kök hüceyrəsi eləmişəm. 3 seans kök hüceyrə eləmişəm. Sonra bir nəmləndirmə ilə bağlı bir şey eləmişəm. Paris şolası. Oydu, hə? Paris şolası eləmişəm. İndi də yenə bir qəşəng bir prosedur elədi. İnşallah bir həftəyə qədər üzümə oturacaq. Pərvinə 5 nöqtə elədi. Yeni 5 nöqtə gəlibdir. Onu elədi Pərvinə. Hansı ki, məsələn, əvvəl xanımların bir çoxsu 5 nöqtədən sonra 3-4 gün üzün şiş qalmağından narahatçılıq eləyirdi ki, üzüm şiş qalır. Bu 5 nöqtədə şiş qalmır. Bunun öncəsində olurdu. 1 gün, 2 gün şişkinliyi olurdu. Amma bunda heç demək olar ki, yoxdur. Görürsünüz də. Zaryadka səhvliyi gəlirsən, bayaqdan qoyardım. Ona görə yəni narahat olmayın qızlar. Üzünüzdə əgər hər hansı bir problem varsa, dəri tonu bərabərsizliyi olsun, quruluq olsun, həm qırış olsun. Görürsünüz ki, mimik qırışlar düşür erkən yaşlardan üzünüzə. Onun hər birini rahat şəkildə Ofeliya əmanət edə bilərsiniz. 8 ildir bilirsən də mən tibbdə işləmişəm, kosmetolog görmüşəm və sırf bu nahiyəmə həmişə ilətdirirdim proseduru. Yəni inanın ki, Ofeliyadan, yəni bundan öncə Ofeliyadan öncə ilətdirmə çox böyük fərq var. Çox böyük fərq var. Onda elə bilinci onun vaxtı vardı 4 ay, 6 aya qədər yəni olmalıdır, qalmalıdır prosedurun effekti. Amma həmin bu öncədən ilətdirdiyim yerdə yəni 2 aydan sonra açılırdı. Amma Ofeliyadə 1 il 6 ay hər baca. Və açılandan sonra da mənim həmişə dərim sallanırdı. Bu alın üstə dərin xət qalırdı və sallanırdı. Amma Ofeliyanı tanıyandan bu yana yəni elə bir problem yaşamıram. Nə barədə? Mən duydum elə. Qızlara çox xəbər vermişəm, Pərç. Nəyə xəbər? Daha demişəm. Nə var? Sən sənə bir uşaq xəbər verəm. Sürpriz edəyəm, daha doğrusu. Sürpriz. Özümə Bizdə həmişə məndən eləyirdi mən. özümə ad günü hədiyyəsi almışam. Neçə il yaşımda. Yox. 2 dəfə. Bacım, yox, əslində özümə hədiyyə alıram qızlar. O sözü amma böyük hədiyyə almamışam da özümə heç vaxt açığı deyim. Belə həmişə yaxınlarım, əzizlərim. Məsələn, elə bir şey deyil, narahat olma. Qızlarla önce bölüşmüşəm. Yəni niyə adam? Qızlarla bölüşmüşəm. Səninlə də dedim bölüşüm. Ya əslində Yaqub əvvəldən demək istəyirdi. Mən qoymadım, dedim qoy sürpriz olsun. Yeni yaşımın hədiyyəsidir. Səncə nə almışam özümə yeni yaşıma. İnşallah sabahda filan gətirəcəyim. İnşallah. Ona görə deyirəm ki, qoy görəndə şoka. Hə, şoka düşmədə indidən deyim. Qışı gücü istəyir otaqda onu. Böyük bir şey almışam, dən də güc gəlməsək tutun. Nə bilmə, belə təyyar almayacaqsan ki. Ona yaxın bir şey. Ağızda şaka yapıyorum benden ha. Ne yapacağım bacı yaşında? Təxminlərimi alım. Təxminlərimi Mən nə istəyirdim mən çox bu aralar? Prov almaq istəyirdim bir ara. Dedim prov alım, burada oxumalı. Prava heç nə, pravanı. Bacı benim əlində bir vurdum. Hə, sonra nə istəyirdim ən çox? Bəyəndiyi bir gücü var. Pravanı Yaqub aldı mənə. Aldı. O, xeyirli olsun. Sağ ol. Götürməyəm qalıb. İnşallah, inşallah. Maşını almışam. Başlamsa? Özdə nə? Qayıq. Adım soruşdan sonra vəziyyət arkadaşı. Sən qan düşməyi sevmirəm.
Muhtaçlar benden çok özür istedim. Özde kırmızı kalbim de var. Kırmızı. Özce kırmızı var ya. Arzun da bu necə Çəkmişəm, almışsan? Ya çəkmişəm. tamam bacı sağlıqlı işte. Necə almışsan bacı buradan? Necə almışsan? Bir tane Allah almışsan. zəhmətimlə. Almışsan bilirəm. Halal zəhmətdən bilirəm. Şəkildə göstərəcəm də qızlar Yox. sizə. Yəni kreditə götürmüsən. O mən də deyirəm necə almışsan? O kreditdən əlbəttə ki, durun mən onu dəqiq nə İlk yapdım. ödəşlə verirəm. İlk ödəniş eləməmişəm. Necə almışsan? Eləməmişəm də o bir dostumuz var ya dövlət işçisi. Onun adına ilk ödənişsiz maşın verirdilər hal-hazırda. Bir şirkət var qızlar, onu sizdən şirkəti də sizdən bölüşəcəm inşallah. Kimin evində dövlət işçisi varsa, yüksək maaşlı dövlət işçisi rahat şəkildə bir dəfəsiz ilk ödənişsiz gedib istədiyiniz markanı salondan yağın içində götürüb gələ bilərsiniz. Bildim, ne bildim kızlar da bildi. Aylığın dilini. Tər aylığın. Aylık ne kadar ödeyeceksin? Kreditim telefon götürende aylığı bileti bu kadar ödüyorsan telefona. O çox güzəşli kreditlə verirlər. Çünki dövlət işçisidir. Qəşəngdə Galikle söhbət edirik. O da devlet işçisidir. Yok götürmüşsən Allah köməyin olsun ödəyəsən. Allah xeyrin versin. Bacında avukatında şirin liradır. Tek ödeyə Şirin bilməyəcəm. liradır. Ona görə sənə deyirəm ki, Hə. acın haqqında heç nə gedib almadı. Ətir mətir istəmirəm. Elə kredit hökmət yersiniz bəsdir. Ailəvi olaraq mama sən də atama dendi də. Bilirəm. Ailəvi olaraq zəhmət olmasa mən ayrı hədiyyə istəmirəm. Mən heç kimdən hədiyyə istəmirəm. Mən sağ olun görsən mamam nə deyir? Xeyir. Ne olur demək. Kreditim ama boyuna koymak lazım. Bir adama məsləhət edirlər ki, ayda gəlirim bu qədər. Bir sənə nə danışmışdı bilirəm. Bağlab. Yəni. Əgər danışlar, olsun hər kamerada danışdığımızı mən orada paylaşacağam. Yaşasın, yaşasın. Sən kəsəcəksən danışma rahat olma. Belə bir çəkilmə. Üstünə də mahnı qoyacağam ki, orada Fəridən məmrək sözləri. Yoxsa Hasıl kəsəcəm. olmuşsan Leyla. Pul yoxdur. Aylık krediti nəyə Leyla? Ailə Bir sənə bir yerdə hamımız ailə bir yeyəcəyik. Hansı ailənin ödəyəsən? Bu Hansı ailə ailə? tək mənim nəzər tutmaz. Çünki köməyə mənə nəzər. Həyat yoldaşım, Aha. canım bacım. Aha. Canım bacım, ha. Canım qaynatam, canım qaynana, Oo. canım qardaşımla canım anam da oradadır hələ. Canları yığımsan bir yerə. Canlar bir yerdə. Başına oynasın. Canlar bir yerdə. Biraz sirkələsəm dost tanış da var. Leyla. Kreditin aylığın demene kurban olum. Aylığın ismi bırak koyar. Aylığın da diyorum Leyla biz seninle danışmıştık. Bacı ne yiyeceğim? Aylıq Birinci, bacı. ne yiyeceğim? Ne fikirlerimiz var? Gayet lazım. Bir normal aşkım. Aylıq 20 səni. Biz seninle zarafat ediyoruz. Sən ye 20 çünki axırında çıxan qari. Ən güzəşli. Sen kim Çəkləri gaza mənə getirip? Bacı veriblər. sen kim gaza getirip? Ne o adam tanışık. Ne yapmışlar? Qalib görənə döyməmişəm. Hep gördüğümüz Dedi ki, ilgili. bacı bu sənə yaraşır. He. Tipimize yaraşır. Mən də İstedim başladı ödeyir. Yaraşır. Ben de Akşehir'de 5 otaklı ev istiyorum. Bacı deniz menzili. o da alacam. Mən kreditin bağlayım onu da alacam. Ne için? Yapmışlar çene bir değerli yanından olacaklar. Yok. Sen ben eğer bana ödeyiciyse birlikte. Bir yerdə tək sən yox bacı canım bacı. Özde bir dakika. 5000, 5000, 5000, Ha, 5000, oo. 5000 nə bir nəfər də artıq qalmam. Beşdə, beşdə, Mamamla beşdə atam atam. 2500, 2500 atarlar. Birləşərlər. Tamam işte bacım. Neyse onlar eləyəcəksən deyirsən. Hər halda işləyirlər. Onlar onun şəxsi atam o var. Onda bana ne zarafat ediyorsun sen git. Acaba kırmızısın güzel. Zarafat eləmə şəklində var. Baxın. Şəklində çəkmişəm. Bakın bir bakmışam bu yapma şey aşağı düştüm bir saatlik şeyle. Onda bak dedim sen bunu yapsın. Arada dəlisəsən biz şeydə burada olmayanda Yaqubla danışdıq, seçdi, elədi. Sağ olsun o dostumuzun adını çəkmirəm də burada. O dostunu ben tanışabilirim. Onun adına götürmüşəm kredit. Ay bacı onun adına o ödemir ki. Bacı kurban. Maşın gəlsin şimdi Ay yapacağım. 20 bin ne demekti? Ay 100 Yok biz yüzün yüzü Alman qalır. Yok yani al maşın bir sakin maşına şey mevdiyedir. Bütün Qızda heç bizler həyatında işlə mənfiyə getmir. Həmişə başladı Borzakov. Sevinmirsən. Sevinmirsən. Bacı, Allah xeyir versin deyər adam bir nə bir gətirə bir sushi atar. Hələ gəlmir nə olub üstündə be bacı nə olub? Allah hələ gəlmir. İnsan Hadi Allah hayır versin, kreditini de Allah hayır versin. Allah sana can sağlığı versin. Onu sen milyonunun layıkısı ama biz seninle neden danışmıştık? Səndən danışmışdıq ki, nə olsa Sabah dediler, Akşehir'de 5 otaklı ev götürmeye. götür bacın səndən ödəsin. Görək. Biz baralar yük Yo güçlü değil. Biz ilim mi biz? Rahat ne yükü? Hası yük. Все хорошо, все отлично. Yok все filan. Ya bir kere Allah, ben zarafat ediyorum, Allah'ım. Niye zarafat edersen ciddi Mən də bilmirəm sən Ay ilim mi sevinirsən. ne Mən də demedim? bilmirəm sən sevinirsən. Sevinme mi? Ay kız. Ay bacı mən telefonu da alanda sənə demədim də risk aldım gəldim. Hadi telefonu dedim da ki, kredit Sonra sən söyleme hədiyyəni böyük şeylərdən edirəm. Gəldim Allah, aldım. ben başka zaman ben de galiba telefon kıymeti en iyi Ay can mama. Ama galiba kalsın tabii. Nə? Ne Nə? de oğluna kırmızı maşa sürüyor bak. İşləmir. Sabahtan kırmızı renk giyeceğim kızlar. Sabahtan her şey kırmızı renkli olacak. Saçımı da kırmızı demek istedim. Bu elə bir kreditli yüklü. Sen niye sevinme? Niye sevinme? Sen her şeyin en güzeline layıksın. Sen bunu bilirsən. Hadi bax, mən- Ama bacı qurba biz Mənə seninle özümə danışmışdık. telefonu götürər. Bax qızlar, Pərvin özünə telefon aldı. Pərvin xəbəri yox idi, telefon aldı. Yaqubla qurdum, qoşdum. Bax Quran haqqı kreditindən də xəbər yoxdur. Dəli olmuşdu ki, elə sən məndən soruşmuşdun. Burada bu problem var. Değil ama kreditli de aylık adama değil. Bəlkə mən bu qədər kreditlə heç məsələn ödəmək istəmirəm. Mən də dedim ki, nətər ödəmək istəmirsən ki, sən bu telefon olmalıdır. Bacı Galik'te söhbət edilir. Sonra- En son. Gündə risk çıxdım ki, telefon Ama almışam. sen başa sal da kurbanım. Benim kızım ödeyecek. Kızın ödemede problem var. Problem orada. Kız tek ödemeye. Yox, bu günə qədər hər şey bir yerdə eləməmişik. Bacı bizim haram da yaşasın. Onda maşınıma mənim minmə. Qoymuram. Minmə onda. Ödəm niyə? Çünki ödəmsə, ödəyirsə ödəməyim. Amma necə çəkəsən? Yox. Orada necə videolar çəkəsən mahnılarla. He? Kırmızı bankdan ben çıkarabilirsin. Bəs də. Bu kombinimi də eləmişəm ki, Hə, qırmızı. maşını necə eləyəcəm? Qırmızı da xap. Hə. Qızı kimi qırmızı lentlər vurmayacağam. Öyle niye söylüyorsun? Üstünə. Qəşəng Nevşehir Timur.
Bacımın canı sağ olsun. Ağrətdə lind. Ağrətdə Evet, lind. biraz içine Ortasına. başladı. Sabah şəhərdə hamı o qaliki görəcək deyəcəklər bu qalik kimə gedir. Qapımızın ağzına dayanam deyən arxam. Kaş o galikin ile aylık kredisinin üstüne yazıp koysunlar ki aylık bu kredi kime diyecek? Bacı ayda nə qədər pul xərcləyirsən, soruşmaq eyib olmasın. Biz ne danışmıştık? Ne hadi maçım değil bu her şeyi Leyla. Ne danışmıştık? Təsəccüb nə deyirsən, pul açıq danış. Ne yiyecektik biz birinci? Ne yiyəcəyik? Bize ne yiyecektik? Sen bence sorarsan ben sorarsan ne yiyecektik? Fikrimi dəyişdim də bacı. Fikrin değilse benimle bölüşte fikrimle. Qərarı aldım ki, bizim bir gizli plan, indi hamı göstəriş üçün yaşayır. Aha. Deyir, Lola gal. Nömrə yanına L hərfi yaz. L o. L o. elə donsta. Yox, o deyil. O da. Yoldaşımla özümün baş hərfimdir. Yoldaşına Allah size çok xeyir versin. Onsuz yoldaşım dəstəkdir. Yok yok. Maşıma nə alsın? Aylık kredi mi ödeyeceğim bacım? Ne alasın diye uzaktan çok oluyor. Bir ne alasın? Aylık 20 bin kredi ödeyeceğim. Bacı qalikin benzini də belə çox yanır. Bile. Onu ödeyeceğim. Maşını alan sen. Süren sen. Ama kredi de bir. Bayı nəsə bir səni, sabah o maşını bir xorulladım. Bütün stresin çıkacak. Öyle mi? Sən xorullamıyorsun, sabah mama səni qalikdə şəhər Hele. Bak bu bizi şareydi. Bu benzinin puluydu. Su aydınlıqdır Yok qızlar. kola aydınlık değil bu şirinlikti. Su aydınlıqdır, şirinlikdir, özündə var, bir də şirinlikdir. Görsə kola bir Güzel. tərəfdarıdır ki, mən qalik almışam. Oğlum nə istəyirsən? Bu çok şareydi. Bu tutamı. Yenisi araba, sabah mama səni canlı Kim arabayla seni tutar, kim gəzdirəcək. seni- Şəhər turu atacağız. Anne Ne var? oğlum. Onun arabası var. Güzel mi güzel mi? Kırmızı galiki var. Özel Kredi de mi? özel mi özel? Bastı mı kız? Kaza gider mi gider? Dost düşman çatdıracaq o. Ben çatlattım. Beni çatladın. Bazı burada da çile tükürüyor. Allah çaktırıyor. Al oğlum. Sana ne oldu istəsən bacı? yüklə. Bunu tutacak seni pozdu mu? Ne oldu? Bacı buna kim verir bu telekanı? Çok hayır eylem. Lola. Lola. Buna gəl, silək paltarımı sonra dəyişirim. Hacı, nə oldu? Əlin yandı. Uyqadan alım, uyqadan al. Gözdəydi, qaliki də kimi balama gözdəydi. Al ondan qına, ged uzanıra başına alıyorum. Yer də batdı benim. Daha baktım ya ben yüreğim şey oldu. Yaxşı. Kızlar. Leyla çok eziyet çekipti. Her şey en güzeline layıktı. Ama Ama aması var, ama değerli var. Bu vaziyetimizde var. Ben özür şükür Allah'a min şükür. Çok şükür. Beşinden dalayım. Hep çubuğumu yersiniz sen. Ben hepsi belli. Beşinden Ben dalayım. hal-hazırda o nedir, bu nedir, ben kiməm bilmirəm. Appendix. Az yorğanımın ayağına göre uzatma teması var. Organ bir qalikdir. Ayağını da qalikə satır. Sırıqlı. Bir tutaraq bir şey yaxşı. Kaçam 70 yaşımda sizden bir tane şey diyeceğim. Parti edeceğim diye Leyla'nın kritik tutar. Sabah inşallah bacım. Hə. Maşınımız gəlir. Biz Aha. mən onun garaj yeri tapmaram. Mən onu Oo, hele kana çalmalıyım. Sabah yatıp sağdursam. Kırım bakım şəkildə üstü yaxşı. Bir də qızlar, mən- Sen eləməsin, sen kız deyirsən. İnanmırsan. Yaxşı, 07 almışam. Al, göstər. Bu deyir adamı alıp bir dərs soruşur, zəhər eləmək belə deyirlər. Al, qoy, qoy, tapdım qızlar göstərim. Ayağım tüysüdür. Qızlar, Yaman getdi. görürəm hansı maşın. Lehdən. Şəhərə qoyuram. Sən mən zarafat edirsən də Göstərim, bax, getdə. zarafat edirəm, yoxsa düz deyirəm. Götürə bilmirəm bunu. Telefonda o qədər mal şəkli var Sağ ki. sizə bu benim önümden zarafat Yox, edirsən. yox. Zarafat nə? Götür götür. Göstərirəm, döldür. Ben böyle çok güzel. Gizli. Düz olmuşum, düz yaşam, düz. Kırmızı rengi nifret yanlarına dur yavaş yavaş. Qalikdə çox qəşəng görünür. Leyla biz ne danışmıştık ya? Kuzum zarafat edilmedi. Doğru ne danışmıştık? Bacı birinci ne edeceğim? Sonra ne edeceğim? Qalikə gördüm ilk baxışda. Ne oldu? Aşık oldum. Hani bu. Görsen. Git de Leyla git de git. Git gelersen. Ne kız değilsen. Ötər nə oldu? Qalik alam pis qızdır. Döldür bura. Ne? Ben hemen şu aileme en güzel hazırlanırsam. Her şeyin en güzel. Sadece her şeyin yeri var da. Elemek zamanı var, yeri var. Bir yerdəyik biz bacım. Sen o kredini mənə də öyrətdirəcəksən, sən mənə deməliydin də bacı. Şərik. Şəriti götürürsən, şəriti başdan deyirlər, şərit uyğun. Şərif mən sürprizlərimi öyrəşibdim. Oğlum böyle sürpriz olmuş. Böyle sürpriz değil, bu sürpriz değil. Bu ilk dəfə deyil. Bilirsən də. Ay baş koydum, telefon kredisinden. Bunun aylık kredisi sen bir götürürsən. Telefonu uzak başa öyle 200 manat. Bu şu bayna, bir şəklim də var İlonun. Ala, qalik. Kırmızı başka ne vakti var mısın? Şeyini zakaz elədiyimdir. Elcekti. Gördün? Ya bu kadar sen başta çoktan vardı. Gördün? İnanmırsan? İnanmırdın? Gördün? Yetərdir. Bunu prosto salonda çəkmişəm də. Göstərmə sürpriz olsun. Şəkilməni də o boyda çəkiliş hazırlamışam. Həsrətlə danışmışam. Həsrət gəlib sabah burada. Həsrət bildim. Mən də başkan biri gəlsən. Ağlayayım. Aləm deyirsən ben. Sabah şəhərdə yeni həsrət o çəkilişini Ay, eləyəcək. yaxşı, yaxşı. Bu qırmızı qalib. Okey. İnanmırsan? Yani kimse masada tutmasam da. Tanışmışlar. Tanışımızın, tunuşumuzun qara qalik var, ağ qalik var, qırmızı qalik yox.
Dur bax da. İnşallah sabah gələndə bacı bir yerdə. Bax sonra desəm Ne mən bağla söz deyirəm sənə. Dayan bir dəqiqə. Mən bağımda yaxşı. Qoqum bağlamışam. Seçəcək axı da. Yox, yox. Qalik ödəmək üçün birinci Ya, obyektdir. bir gündür, o da bu Bacım, gündür. qoy bacımı gözlə. Bir də sabahdır ki, qalikim gəlir. Ay qız, o qaliki idarə edib dolandırmaq üçün onu dedim sənə. Obyekt olmaqsa da pul gəlsin. Qalikim gəl. Bir də bir şey var, bir şey var, bir şey var. Onun oradan bura gətirilməsi üçün. Aha. Əlimizdə Hada gəlir, hada. bütün pulu Hada gəlir. sıyırdım, verdim. Hansı pulu? Əlimizdə yığdım. Kabul edir kimi alacaqsan. O da sən ağzını açın, mən baxacağım, mən də sənə baxarım. Yaxşı. Mal ne plastik olur ödəyəsən? Kargolarda. Misiya. Lisiyə? Çindən danışmışam. Sən lisəyə qalika saxla. Ona hər ay ödəmək. Çindən danışmışam. Eləmi? Elə Çin sən başın vurdu. mənə dedi ki, Hə. Narahat olma, baş arkandayım, eləmi? Çin mənə dedi Dur, qalika ver. ki, Lola sən bizim indi ingiliscə dedim, amma ingiliscə demirəm. Başa düşürsən? Ne dedi? Sən bizim O Çin dilində deyir zaten, başa düşürəm. Sən gəl bu səhv eləmirsən. 9 illik müştərimizsən. Bizim aramızda söhbət ola bilər. O sən yaman tırkay verirsin. Dedi, sat pulunu ödəyərsən. Eləmi? Yox, indi sən satıb o pulu oraya ödeyə bilməyəsən, sən satıb kripto ödəyəsən. Yox, mən sən eləyəcəm. Mən satıb mayasını oraya ödəyəcəm, xeyrində kripto. Bilirsən. Ay, bacı, bir müddət dırnaq eləmə. Söktür bu dırnaq nə vacib? Söktür. Mən Sən indidən sök bir dənə. Mən bacın qaliki vacibdir. Eləmi? O. Bax, dırnağa Bir getməyəsən. az ol, sundan ön, acından abazatı kalitesi götürək, eləmi? Bax, dırnağa getməyəsən bir müddət. Saçıvı nə bilim baxım elətdirməyəsən. Kozmetoloqa bir gün getdik. Taprak çıxar adam o yüktər. Bu nə yaxşı mən? Ondan sonra yüngülləmsən biraz. Çox düşünmüsən. Odur, budur, lazerdir, mazerdir. Bir müddət idarə Eləmi? edirəm. Bacı, laqdır. Ev yox şeylər, maşın, Elətdirmə. Gedərik keşə bir dənə laq alarıq. Bir 2 il qoyacağıq onu ki, bacı. Kirpikdir. Bacın görsən, haqqın yolunu tapıb İki kilo tutaracaq, nəyə alırsan? Birini alırsan bacı, bir il bəs edir. Yox, sən bir şey başa salmaq istəyirəm ki, biznes elə bir şeydir, məndən qəşəng bilirsən də, biznesi qurmuşsan. Biznes bir gün ola bilər, 2 gün ola bilər, o arkanda yatan pul olmayan vaxtı. Ha, atarsan, qalik atarsan, şəklini qoyarsan da görərsən gözündən. Şəkil var telefonda. Bacı, dara düşsə satarıq, narahat olma. Niyə öz biz yana salacaqsan onda bacı? Ne olur, bir normal maşın ala bilərdi, zaten bize maşın lazımdır. Nə alacaq, 07 alacam. Yox, ne olur, ne alırsan, ne olur, kim sürür? Nə alacam? Yine qalik sürməsin, mən ne deyirəm? Hayır, çikolo maşınlardan mən Çin maşını, 2 tane maşını sürən deyiləm. Niye Çin'le danışım məsləhətləşir, amma Çin'in maşını sürə bilmirsən, yox. Bu qız Çin'də dəyər verir, amma Çin'in maşını sürə bilməz. Götü. Tabii valla. Dedi burnuna geldi ama iyi yok. Az yaxşı zarfa deyirəm, qışqırtmaydı. Səni. Vallahi. Deyir öyle kışkırtmadım, bana ne deyirsən kışkırtma değil. Yok, korkuram, Allah bütün işten korkuram. Ben de bile gülürdüm. Sən Allah inandın. İnanabilmedim Yoxsa çünkü. mənə yola verdin. Yo, yola vermem. Ben bir şey neye inanabilmedim? Niye? Tek de zarafat edirsən. Nəyə? Yo, sen Allah diye zarafat edilmedi diyeceğim sana niye. Qarikın olmama mənə. Qaldı zarfa deyirəm. Ağzım eldi. Maşın alacam. Ben deyirəm axı sən bu işi oturanda fikirləşirsən ki, hacı burası belədir, bunu belə yeri bu buradan belə olar və bizim öncəliyimiz Mən başqa bir yazmışdı, şeydir. Pərvinə qışqırtma elə. Ay qurban, Mən də qışqırtma olmadı. Bir nəfər yazmışdı ki, Pərvinə denən ki, bəs filan müştəri zakazını normal yığmamısan, niyə elə eləməmsən? Qızlar, bizdə elə bir şey yoxdur real həyatda. Yəni ona Pərvin mən eləsəm də inanan deyildi. Niyə inanan bizim aramızda deyildi? elə bir şey Çünki bizim yox. aramızda bir-birimizi alçaltmaq. Ay sən bunu niyə eləməmsən? Ay sən bunu səhv elən. Bu şey Bilirsiniz niyə yoxdur. inanmadım? Çünki Leyla o qədər düşüncəli, o qədər dərin düşünər və bizim Leyla'dan bu işi quranda da, bu işi devam elətdirəndə də. Yəni aramızda qurduğumuz bir sxema var idi. Təsir bunu belirləyəcəyim, burası belə olacaq. İndi ayında bunu belə deyəndə gedib şəkilli qırmızı qalib necə tapıb. Hədə yapay zəkadır da, yaxşı yapay zəkadır. Mən gözüm görmədən də yaxından baxım, bu yapaydı. Düzdür, mənəm oradakı maşın yanındakı yapaydı. Və Niyə belə də Saadət Gil Türkiyədə Yaqubun yanına qız qoyub mamama qışqırtma eləmədi? nə bilim. Yapay zəka hər şeyi yapıyor maalesef. O qədər düşüncəli, o qədər hər şeyi benim dərinliyinə qədər fikir. Ona inanmıram Bayaqda ayaqda. məni göməm. Mən bayaq məsələndə deyirəm ki, bacım inanmıram. Zarafat edirsən çünki sən bilirəm bax bizim qurduğumuz planlar, xəyallar və s. Amma dedi Pərvin qali. Qızlar deyir. Biz Qətiyyən onun qızlar, o siz düşünəcək, əgər düşünərsinizsə, inanmıyorum bizim qızlar elə şey düşünər. Nəysə, uzun sözün qısası. Bu vlogumuz belə oldu. Növbəti vlogumuzda qəşəng sizə bax makyaj masamı çəkmişəm, hazırdır. Qalıb biraz uzun videonu editləməyim, qalıb editləyib vurmağım. Bir də sizlərlə növbəti vlogda gələcək. Bu otağı yığışdırmaq Göstərəcək. bir yerdə. Kim Mən var? sana toxundum, mən toxundum. Qalikdən sonra dəlisən, məncə sən onu bir müjdəli xəbər kimi bilib mənlə bir yerdə onu eləməlisən. Qalik müjdə xəbərinə dinləyim. Qalikdən sonra da dedim, bax zarafat edirəm. Ya eləməsəydim, ya beynimə verib onu eləsəydim. Eləsəydim yenə heç nə, ya bilirəm nə. Nə? Təbii ki birbirimizi dar gündə, dar vəziyyətdə qoyası deyilik, amma nə çətinliyə düşəcəyimizi sən bilirsən. Yuf sərif burnundan gətirir, zəhər eləyir. Hər dəfə başla biraz. Bizə lazım idi bu ay bu. Bir ağ olsun, təsəvvür edin, həmən ayda Alver getmir. Qızlar, növbəti vlogumuzun növbətisindəki Qara qalik vlog. olacaq. Yox. Növbətisindəki vlog
otağımı yığışdıracağam. Necə yığışdıracağam? Yay gəlsən inşallah qismət olsa yayı görsək, yay özün əkizlər bülc kimi aparmasa, yayları çıxardacağam. Çox qəşəng paltarlar var, almışam qal burada. Yayları çıxardacağam, qışları yığışdıracağam. Qəşəng otağımda da yüngül bir təmizləyəcəm bacımla bir yerdə. Все. Necəsə maraqlıdır. Mənim otağım nə tərdir, nə cürdür. Qızlara maraqlıdır tərdir. Özünüz bilirsiniz kızlar mısın? Bir yerdə. Kışkırtma sevmedin. Bu şirin bir qışqırtmadır. Mən məsələn elə səviyyəsiz qışqırtmaları sevmirəm ki, məsələn orada xanımın biri yazmışdı ki, biri yazmışdı götür uşaqlara qışqırtma elə yazdım ki, onlar körpədir, mən onlara qışqırtma eləyə bilərəm. Qışkırtmalar, qorxarlar, ya qorxuzmağı deyil qışkırtma. Uşaqların çok bir xanım yazmışdı ki, bilmirəm də profillər yadımda deyil. Bir xanım yazmışdı ki, Pərvinə deyən ki, sifarişi səhv yığmısan, bu nədir, nə? Ona eləsəm də inanmaz. Aşkım bir şey olmur. Çünki heç vaxt elə bir şey olmuyor. Səhv elə sifarişimiz olub mu, olub bizdə. Dörtlük heç nə yoxdur. İnsanı xorla bilirik, bəzən nəysə səhv sala bilirik, məsəl üçün deyirəm. Olub mu, olub. Amma təbii ki, bizim müştərilərimiz hamısı bizi çox istədiyinə görə o səhvi icazə verib düzəltmişik. Amma da onun üstündə bıraq bir-birimiz. Beyazdan tutup böyle oran ışığı. Ben de bunun ışığı ben bilirim de ışığı değil. Tek orada tut. Ben de bu telefon tutup bebe vurur. Nəysə, mənim kəndi işığım da var. Benim kendi işim var. Hə, qızlar, nəysə ki, nə deyir, o yanımdan da çıxdı. Hə. Yəni inanan deyil də ona. İnanmayacaq. Yəni o qışqırtmanı elə, amma müəyyən şeylər var ki, bilir ki, mən birdən nəysə demədən ala bilirəm. Elə bir baş xaraflığım var. Qalibdə yox da bacı. Ay 20 kredit. Amma qızlar, həqiqətən inanmışdı, az qalmışdı. Bir damızda telefonumu düzəltmək istədim. Bir yağımı başı xarabdı bu. Bir damızda dirəksən, bir damızda otur bağlayacaq ki, mən o nətər ödəyəcəm. Yox, söhbət ondan deyil, necə ödəyir. Amma o riskli söhbətlər var. Özüm bizə tuturum bütün bacım bilirsən ki, risk almağı sevir. Heç bir yox, bacım xahiş edirəm, bu risk almasın lazım deyil. Heç bir risklə uduzmamışam, amma sən özün də bilirsən ki, mən bu dəqiqə maşın alası deyiləm. Bilirəm. Ona görə qaldım. Desənə mən niyə alamısan elə şeydə? Maşın alası niyə deyiləm qızlar? Maşın illərdir nəyə danışırıq? Bu gəlib mən maşın sürməyi bilirəmmi? Bilirəm. Yəni bilirəm maşın necə söyülür. Probam da az qalıb götürəcəm. Söhbət o deyil, amma mən demişəm tam sürməmiş, tam professional şəkildə tam sürməmiş mən maşın rolunu oturmayacağam. Çünki mənim bir uşağım var. Belə bitirməsin. Mən götürüm oradan bir çoxları maşını niyə alır? Özünü göstərmək üçün alır. Gündəmimizdə bu belə heç kim işini aşırtmaq üçün almır. Amma özünü göstərmək üçün ay mən maşın almışam. Götürürlər bir dənə də bayaq dedim, belə bir yumorla da ki, ortasına bantik bağlayacağam. Bir bantik bağlayırlar, videonu çəkirlər. Qutardı getdi. Bir gün kargoda, orada, burada. Yollarda çox vaxtım işləyir. Xeyrağı da orada işləyir. O da yəni işi tək bundan ibarət deyil də. İşləri var onda özünün. 24 saat yəni mən bacardığı qədər aparır gətirir bizi hər yerə. Maşın adama vaxt çox qazandırır. Mesela iş olur ki, işindən çıxıb gələ bilmir də. Yəni eləyə bilmir onu. Onda məcbur qalır taksi falan filan. Tək iş bu deyil də. Ona görə uğursuz almağını alacağam, amma mən onu tam öyrənməmiş. Onu da insana ən gözəl maşın sürməyi öz yoldaşı öyrədir. Bu dəqiqədə mənim düzdür, biraz çətin keçmə-keçli bir yol olacaq. Keçmə-keçli bir yol olacaq. Çünki bütün yoldaşlar necə öyrətdin bilir. Amma öylədir də, yəni adi birdən yanımda otururam. İki dəqiqə soruşam bu nədir, ona bir çox qəşəng başa salır. Ona görə çox gözəl. Adi bir təlimçi ilə falan yox. Təlimçi ilə almışam da dəsbəcə. Yadımda qalıbmı? Yox. Amma Yaqub yoldaşım öylədən deyil öylədir ki, bir dəfə deyil yadımda qalır. Alım, alandan sonra bir il yoldaşımsız maşın sürməyəcəm. Yanımda olacaq o təbii ki, nəzarət eləsin ki, Allah ya, əsnə Allah. Yox, sən bir dəfə, sən elə bir şey var ki, gördüyü götürəməsən tez. Hə. Ona görə də qızlar. Nəysə ki, uzun sözün qısası. Maşın planımız bu dəqiqə yoxdur. Allah qismət eləsin. Ondan gözəllik qismət eləsin. Qışqırtmaydı, minik şirin bir qışqırtmaydı. Qızlarım üçün yoxsa mənim üçün? Qızlarım üçün, məndən qışqırtma istəmişəm, amma onlar dediklərdə qışqırtma ola bilər ki, növbəti irəli keçən günlərdə də bəlkə. O da bəli sözlər var, sonra dit qoyarsan. Hazırlamış ola bilərəm. Bəlkə də hazırda Pərvin mənə qışqırtma hazırlayır, bilmirəm. Ola bəli sözlər var, o da hər halda belə qurbağa səs çıxa bilər, ya dit qoya bilər, nəsə qoya bilər də. Amma az qalmışdı, bir damızda dirəşdən inanardım. Heç nə qızlar, nəysə. Mən səni o qədər gözəl tanıyıram. Onca çətinliklə inanırdı. Yəni necə yəni biz səninlə illərlə danışırıq. Nə oldu? Beni də eləyəndə qorxuram da, beni eləyəndə. Əşyar dəlisən, sən qışqırtmadır. Maşını da şəklini nəzərdə tuturdu. Mənim bacımdır, mənim aləmdə biz ən gözəl, yəni hər kəs öz ailəsində əlbəttə ən gözəl şey arzuluyur. Mən də həmçinin bizim üçün. Amma bizim öncəliklərimiz var. Planlarımız var və inşallah o planlarla gedəcək istədiklərimizə nail olacağıq. Deyək qızlar, bizim öncəliyimiz hal-hazırda bizim uşaqlarımızdır. Bu dəqiqə onların komfortu üçün əlləşirik ki, onlar üçün daha yaxşı, daha gözəli olsun. Maşındakı ehtiyacıdır deyə gələcəyi inşallah olacaq. Mən uşağın rəsmini ki, azalda bilməzsən maşını? Ta ki, mən tam öyrənməyənə qədər mən maşın almayacağam. Bunu buradan da deyirəm, yenə deyirəm, mənim uşağım var. Mənim yoldaşım o boyda kişidir, illərində maşın sürər, azalığından maşın sürür. O maşın roluna oturanda mən əlim ürəyimdə qalır ki, Allah sağ-salamat getsin, sağ-salamat gəlsin. O pis sürməz, başqası pis sürər, gələr, nəsə olar, elə olar, belə olar. Yəni bütün günü beynimdə özüm üçün dağlar edirəm, ona görə gənc olanlar maşını ehtiyatlı sürmək lazım. Belə, heç bir şey qızlar. Sizləri sevirik. Yaxşı ki varsınız. İnşallah vlogumuz sizlər üçün maraqlı oldu. Başlığı baxım oldu. Ortası biraz uşaqlardan düşdük havalıdır. Biz uşaqlar aşağı düşürəm deyirsə, düşmədisə evdə hamının da izzəti acınacaq olur. Ondan sonra axırda belə dedik, sushi zakaz eləmişik. Bir yerdə yeyək, dadına baxaq. Pərvinə elə otuzdurmuşam kameranın qabağına. O arada da minik bir qışqırtma elədim. İnşallah vlogumuz sizlər üçün maraqlı oldu. Öpürük sizləri qızlar. Hələlik.